Eskaladı görmüşdünüz, Cadillac. Deməli paylaşmışdım. Həqiqətən də gəlib bu maşına, yəni indi bizdə cəmaatda belə xüsusiyyət var ki, gəlirlər qiymətdə endirim istəyirlər. Maşını da ətraflı göstərim. Motordur, korobkada heç bir problemi yoxdur. İnjektor işığı yanır, yəni ki benzindən də onu da salıb yoxlatdırmaq olar. Yəni aparıb alan istəyən hissəndən yerdə yoxlatdıra bilər. Bu da salon hissəsi. Oturacaqları. Bu maşın 2012-ci ildə Türkiyədə yığılıb. Gördüyünüz kimi arxası, monitoru, burada magnet olası yanıldı. Burada işləydi. Burada da monitoru var idarə olunmaq üçün. Eləcə də pultları, oturacaqların ventilyasiyası, elektron idarə olunması, dəri salon. Ya Allah. Burada xalaceniki, klimat kontrol, arxa hissəni, kosmetikası əla, arxa görüntüsü gördüyünüz kimi vahiməli 6.2 motor. Bu maşını 20 min istəyirlər. Vallahi yiyəsi vermədi. Yəni mən nə qədər ucuz olsa o qədər belə deyim də, yəni aşağı çıxarmaq açığı deyim ki, sərf eləyir. Bugünkü gün danışıb sahibi ilə bu maşını 19.000 manata satışa çıxartdım, təqdim edirəm. Yəni 19.000 manat, bir də ofis haqqı. Ünvanımız Tbilisi prospektədir. Gəlib avtomobilə burada baxa bilərsiniz. Əlaqə nömrələrimiz səhifədə qeyd olunur. Padnoşkanın da elektron, yəni asılı örtülməsi işləyə vəziyyətdədir. Yəni nə elektronikası varsa hamısı işləyir. Lükuna qədər var.